Əhməd Amanov 4 sentyabr 1994-cü ildə Yevlax rayonunun Salahlı kəndində anadan olub. Azərbaycan ordusunun əskəri olan Əhməd Amanov 2020-ci il sentyabrın 27-sində Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsində iştirak etmişdi. Su qovuşanın azad olunması uğrunda gedən döyüşlərdə tankçı olaraq vuruşmuş və fərqlənmişdi. 28 sentyabr 2020-ci ildə qarşı tərəfin intensiv atəşi səbəbilə şəhid olmuşdu. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamlarına əsasən Əhməd Amanov ölümündən sonra Vətən uğrunda su qovşanının azad olunmasına görə və cəsur döyüşçü medalları ilə təltif edilib.